qarşıdan qış fəsli gəlir. İşığın, qazın və digər kommunal xidmətlərin Azərbaycan yolunu tapmalı. Azərbaycan hökumətinə mən müraciət edirəm. Hörmətli hökumət, kabinet üzvləri, siz hesablayın ki, Azərbaycan işıqdan nə qədər gəlir götürür? Əhalinin ödədiyi işıqdan nə qədər gəlir götürür? Azərenerji da, Azərenerjidə nə qədər bu istiqamətdə gəlir müəyyən olunur, dövlət büdcəsinə nə qədər gəlir müəyyən edir. Dövlət neft fondundan 30% bunu ucuzlaşdırmaqla, dövlət neft fondundan transfer həyata keçirməklə bu istiqamətdə ciddi bir addım atın. Qazlaşdırmada Azərbaycanın əksər rayonları 97% səhv etmirəmsə verilən məlumata görə qazlaşdırma həyata keçirilir. Qazın qiymətlərində 30% ən azı büdcə hesabına ödəyin, əhalinin müəyyən edin, 30%-in hər bir vətəndaş 100 manatlıq qaz yandırırsa, onun 30 manatlığını dövlət büdcə hesabını ödəsin. O cümlədən su və digər sektorlarda da birinci bu istiqamətdə başlayın. İkinci, inflyasiyanın və qiymət artımının dərəcəsinə və səviyyəsinə görə maaşlarda indeksasiyanı aparın, indeksləşdirmə aparın, bazarın tələblərinə uyğun olaraq. Qiymətlər hər gün qalxır. Qiymətlər hər gün qış dönəmində də qalxacaq, getdikcə də artacaq qiymətlər. Artan qiymətlər fonunda maaş əgər bir il bundan əvvəl artıbsa, bu qədər keçən müddət ərzində artan maaşla artan qiymətlər arasında nə qədər fərq yaranıbsa, o fərqi dövlət mütləq kompensasiya etməlidir. Dünyanın hər bir yerində belədir, mütləq bu kompensasiya olunmalıdır. O cümlədən inflyasiyanın faizi ilə də qiymətin faizini üst-üstə toplayıb həmin fərqi cəmiyyətə ödəməliyik. Bu istiqamətdə çox ciddi şəkildə dövlət düşünməlidir. O cümlədən dövlət artıq kateqoriyalara ayırmalıdır. Uşaq pulun verilsin deyəndə həmişə çox ciddi şəkildə baskı göstərən tərəflər də olur. Bilirsiniz, mən dəfələrlə qeyd etmişəm, uşaq pulu vermək təkcə maddi dəstək anlamında deyil, həm də dövlətin öz övladına sahib çıxması deməkdir. Uşaq pulu öz övladına sahib çıxan dövlətin bir baba funksiyasını həyata keçirməsidir. Mütləq buna görə də ən azı kateqoriyalara bölünməlidir. Yaş kateqoriyaları müəyyənləşdirməlidir və hansı yaş kateqoriyalarına birinci mərhələ, ikinci mərhələ, üçüncü mərhələdə artıq o ödəniş sistemi düzənlənməlidir. Azərbaycanda bugün ailələrin böyük əksəriyyətində 2 uşaqdan artıq doğum faizi yoxdur. Bu deməkdir ki, bizim 5 ildən, 10 ildən sonra demoqrafik vəziyyətimiz ya indiki səviyyədə qalacaq, ya aşağı düşəcək. Çünki 2 nəfər varsa o valideynlə, ata ilə... BMT-nin hesablaması var da, 2050-ci ildə aşağı düşəcək. Bəli, çünki 2 uşağın anadan olması bu o deməkdir ki, artım yoxdur. Atanı, ananı yalnız 2 nəfər uşaq əvəz edəcək, vəssalam. 3 uşaq olanda ən azı artım olacaq. Amma nəzərə alsaq ki, ailələrin böyük əksəriyyətində 1 uşaq var, artıq biz itirməyə doğru gedirik. Buna görə həm bu istiqamətli demoqrafik vəziyyəti sabit və balanslı saxlamaq üçün, çünki Cənubi Qafqazda bu olduqca vacib faktordur. Buna görə mütləq bu istiqamətdə biz ciddi addımlar atmalıyıq. Gürcüstan və Ermənistan bu istiqamətdə artıq proseslərə başlayıblar və demoqrafik siyasətini balanslaşdırmaq üçün bu siyasəti həyata keçirirlər. Biz bunun müqabilində nə etməliyik? Biz bu istiqamətdə hansı addımlar atmalıyıq? Buna görə də mütləq uşaq pulunu artıq kateqoriyalara bölünüb uşaq pulu verilməlidir. Hökumət belə əsaslandırır ki, deyir, 5-dən yuxarı uşaqları olan ailəyə pul veririk. Bəs 4-ün necə saxlasın? 3-ün necə saxlasın? Eyni zamanda əngəlli uşaqlara deyirlər, yəni verilir. Başa düşdüm. Ümumiyyətlə çalışmaq lazımdır ki, sağlamlıq məsələlərini elə düzgün həyata keçirsinlər ki, əngəlli uşaqların doğulması prosesi olmasın. Ana bətnində uşaqlar elə yoxlanılsın, onların sağlamlığı ki, onlar əngəlli olmasın. Bunun üçün mütləq və mütləq vacib faktor səhiyyə sisteminin tamamilə yenidən qurulmasıdır. İnsanlar səhiyyə sistemindən olduqca böyük əziyyət çəkirlər, olduqca çətin problemlər qarşısında. Azərbaycanda bugün də ürək-damar xəstəliklərinin riski 95%-dir. Niyə belə olmalıdır? Çünki heç kim yoxlanılmır. Cavan insanlar avtobusda getdiyi yerdə oturur, maşında getdiyi yerdə, oturduğu yerdə dünyasını dəyişir. Niyə? Çünki onların xəstəliklərini yoxlaya biləcək bir orqan və yaxud da mütəmadi ev həkimi qismində onlara xidmət göstərən qurum
yoxdur. Əslində hamısı var İqbal bəy. Sənəd üzərində hamısı var. Sənəd Ev həkimi üzərində də var. sistem düzgün deyil. Qəbul etmək lazımdır ki, bu sistem, indiki mövcud sistem doğru sistem deyil. Bu sistemdən ailə həkimi sisteminə keçmək lazımdır. Ailə həkimi sisteminə keçmək lazımdır ki, doğuşdan ta bəlli bir dövrə qədər hər bir insan anadan olandan ta dünyasını dəyişənə qədər o kartişka sistemi olmalıdır və ailə həkimi ayda bir dəfə o ailəni ziyarət etməlidir. O ailənin hansı xəstəliklər var kartişkasına yazılmalıdır, vərəqənəsisinə yazılmalıdır. O vərəqənin də xəstəlikləri müqabilində yönləndirmə həyata keçirilməlidir. İcbari tibbi sığortanın da müqabilində onlar təmin olunmalıdır. Məsələ bu yerdədir. Bizim bu problem həll olunmalıdır. Uşaq pulu problemi həll olunmalıdır. Bu çox ciddi bir problemdir. Sizin fikriniz necədir? Uşaq pulu hamıya verilməlidir? Əvvəlcə kateqoriyalara ayrılmalıdır. Tutaq ki, yaş kateqoriyalarına, tutaq ki, 1-5 yaş, 5-10 yaş, 10-18 yaş arası kateqoriyalar. Və hökumət artıq hesablamalıdır hansı yaş kateqoriyasında insanlar daha çox, valideynlər daha çox əziyyət çəkir maddi cəhətdən. Birinci onlar maliyyələşdirilməlidir. Sonra ikinci, sonra üçüncü və yavaş-yavaş bu cəmiyyətdə sistem halına düşməlidir.